Say sistemlərində çıxma əməli. Əvvəlcə gəlin bizə doğma olan onluq say sistemi üzərində izah edək. 678-dən 234 çıxaq. Necə çıxırıq sizcə? Çıxa bilirik ümumiyyətlə bunu? Səkkiz 4 Dərəcətdə A dərəcətdə olduğu üçün onluq sayəsində olduğu üçün 8-dən 4 çıxdım 4. 7-dən 3 çıxdım 4 4. orada 4. Təsadüfə bax. Bəs burada 3 yox, 7 olsaydı o zaman nə edərdim? Məsələn, burada olsaydı 7 çıxar. Söyləyərdim. Buna nə deyirlər? 5 Azalan, sıxılan, bəs bu nədir? Fərq. 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 Deməli uşaqlar, indi birini də yazıram. 723-dən 278 çıxıram. Bəs bunu necə çıxırıq? Mən toplama olur. Onluq Elə adi sayəsində hesablama onluq sayəsində elə. Hə, deyin də, necə çıxırıq? 13-dən 8 3-dən 5 8 çıxacaq. 3-dən 8 olmaz, 13-dən 8 5. 4 45. 1 qaldı. 11-dən 1-dən 7 7 4 olmaz, 5. 11-dən 7 4. 4 6 qaldı 4. 6-dan Bəli. Deməli uşaqlar, qayda budur. Əgər azalan çıxılandan böyük və azalan çıxılana bərabər olarsa, adi qaydada çıxma əməliyyatını yerinə yetiririk. Mən səndən pul istəyirəm. Əgər mənim istədiyim, sənin cibindəki pul mənim istədiyimdən çoxdursa və bərabərdirsə, sən o pulu mənə verəcəksən. Yox, mənim istədiyim pul sənin cibindəkindən azdır, çoxdursa, sənin cibindəki azdırsa, sən dostundan borc alacaqsan və düşüncəli verəcəksən. Biz bu nümunəmizdə ona görə 8-dən 4 çıxa bildik ki, 8 4-dən böyükdür. Burada ona görə 7-dən 7 çıxa bildik ki, 7 7-yə bərabərdir. Buna görə ona görə 6-dan 2 çıxa bildik ki, 6 2-dən böyükdür. Yəni istənilən halda azalan çıxılandan ya böyükdür, ya bərabərdir. Çıxılana bərabərdir. Amma bu nümunədə mən səndən 8 manat pul istəyirəm, sənin 3 manatın var. Sən getdin qonşuya borca. Qayda budur. Azalan çıxılandan böyük və ya azalan çıxılanla bərabər olduqda çıxma qaydası adi çıxma əməliyyatı adi qayda ilə yerinə yetir. Azalan çıxılandan kiçik olduqda o zaman nə olur? Bax bu azalanın üzərinə say sisteminin əsası qədər gəlirik. Sonra çıxırıq. Bax bizə necə öyrədib ibtidai sinif müəllimimiz? Deyib 3-dən 8 olmaz, 13-dən 8 5. Elə öyrədib, düzdür? 13 hardan gəldi? Əsas qədər gəldim də üstünə. Aydındır? Və ondan sonra onun qarşısı azaldı ki, bu 1 oldu. 1-dən 7 çıxa bilmirəm. Yenə əsas qədər gəlirəm üstünə. Ondan sonra çıxıram. 11-dən 7 4. Bu da azaldı. 6 oldu. 6-dan 2 4. Aydın oldu qayda. Bəli. Nə tər dedik? Azalan çıxan böyük və azalan çıxanla bərabər olanda çıxırıq. Azalan çıxandan kiçik olduqda nə edirik? Nə edirik? Əsası qədər üstün olur. Üzərində qədər gəlir. gəlin bunu başqa say sistemlərinə tətbiq edək. Məsələn, 8-ci say sistemi. 742-dən 746-dan 213 çıxaq. 8-ci say sistemində çıxaq. Çıxaq. 6-dan 3 çıxırıq 3. 4-dən 1 çıxırıq 3. 7-dən 2 çıxırıq 5. Aydındır? Çıxa bilirik də, düzdür? Bəli. İndi burada 4 olsaydı yenə çıxa bilərdik də, düzdür? Azalan çıxana bərabərdir, 0 qalardı. İndi yazıram 746-dan 277 çıxıram. Bu zaman nə edəcəm? Azalanın 9 müəllim. çıxılanı nə 9? 8-in üstünə 6 idi. Azalandan çıxılanı çıxa bilmirəm.
6'nın üstünə gələcəm 6, 8 gələcək. qədər. Ondan sonra çıxacağam. Bax, burada niyə 10 gəlirdim? Çünki onluq say Düz. istəmir. Burada da 7 gələcəm. Üzrəm 8 gələcəm. 14-dən 7, 7. Bu azaldı 3 oldu da. 3-dən 7 çıxa bilmirəm axı. Bəs neyim? 3-ün üstünə əsas qədər gəlirəm, sonra çıxıram. 11-dən 7, 4. Burada nə qaldı? 6. 6-dan da 2, 4. Aydındır? Bəli. Bəli. Yazıram. 731-dən 376 çıxaq. Buyurun, necə çıxaram? 1-dən 6 çıxa bilmirəm. 1-in üstünə gələrəm əsas qədər. Ondan sonra çıxaram. 9-dan 6, 3. Düzdürmü? Bu neçə qaldı? 233 cavab müəllim. 2 qaldı. 2-dən də çıxa bilmirəm 7-ni. 233. 2-nin üstünə 8 qədər gəlirəm. Ondan sonra çıxıram 7-ni. 333 müəllim. 3. Bu da 6 qaldı. 6, 3, 3. 333. Aydın oldu. Bəli. Demə nə aydın olmadı. Aydın. Aydın. İndi gəlin birini də yazım, siz çıxın. 712-dən 467 çıxın. Buyurun. %123. 223. Kim çıxa bilmədi? 223 müəllim. Qədir çıxa 223. bildin? Bəli. Zəhra, sən də çıxa bildin. Bəli. 23. Kim aldı? 223. 2-dən 7 ola çıxanmadım. İsmail çıxanmadın. Çıxdı müəllim 220 tap. Nərdin sən? 2 plus Mən də 2 220 plus istedim. 2 8 plus çıxılsın 8 7. minus 7. Ondan 7, 3 qalır. 3. Bu da 0 qaldı. Yoxdur da. Bir dənəyli verdi buna da. 0-ın da üstünə 8 gəlirəm. Ondan 6 çıxıram. Qalır 2. Bu da 6 qaldı. 6-dan da 4, 2. Aydın oldu. Bəli. Bəli. Aydın deyil ki. Evet. 321-dən 176 çıxın, zəhmət olmasın. Yüz- 123 eləyir. 123. Bilmirəm, siz çıxın, mən baxaram da axırda vəziyyətə görə nə yerdədir. 123 də mən. 123 müəllim. Bəli, bəli, mən də 120 istedim. 100. 100. Baxaq. 220 müəllim. Yağmur alınmır. Aldım hemen 123 aldım. 9-dan birin üstünə gəldim 8-i. 120 müəllim. 9-dan 600. Əhməd ala bildin? Bəli müəllim 123. 1 qaldı. 1-dən 7 çıxa bilmirəm. 1-in üstünə gəldim 8-i, çıxdım 7-ni. 2 qaldı. 2-dən 123. İndi gəlin bunu, 220. bəli, 223 olmur o yoxsa? Hə, bəli bildim. 2, yox, biri gedib, bax, 2 qalır da, 2-dən 1, 1. 16-lı say sistemində eləyək. F-dən FD yox. F-dən yox. B-dən F-Y çıxaq. B neçədir bu? 11. 11. Bəs bu neçədir? 14. 14. 11-dən 14 çıxa bilmirəm. Üstünə 16 qədər gələcəm, sonra çıxacam 14-ü. 11 16 neçə eləyir?
20, 25. 27. 27. 14 çıxanda 13. 10. Yəni 13, 13. 13 necə yazılır? Görüm şimdi. D. 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 D hərfi. Bu 10 idi, 9 qaldı. 9-dan 15 çıxa bilmirəm. 9-un üstünə gəldim 15-i. 16-nı 16. çıxdım 15-i. O 25 eləyir, 15 çıxanda 10 qalır. 10 nədir? A. 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 Bu da 11 qaldı. 11-dən də 10 çıxanda 1. Aydındır? Bəli. 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 S2 14'ü çıxmalı değildi. bəli. 9'un üzerine 16'ın gəlib 14'ü çıxmalıydı da. Nə üzərinə gəlib? 9'un üzerine 16 gəlib 14'ü çıxmalıydı da. 9-un üstünə 16 gəlib, 14-ü niyə? F15 daxı. E16, 14-dür. Bu F-dir, F hərfidir. Bəli, 9-un üstünə 16 gələn 25, ondan da 15 çıxanda 10. O da A. Bu F hərfi. E14'dür. Bax, A 10'dur, B 11'dir, C 12'dir, D 13'dür, E 14'dür, F 15'dir. Bu F'dir. C2 3'dən B, D, E çıxıram. 3-dən 16, 14 çıxa bilmirəm. 3-ün üstünə gəlirəm 16-nı. Ondan sonra çıxıram. Nə qalar? 5 qalar. 5. Amma bu da neçə oldu? 1 oldu da ki. 1-dən də 13 çıxa bilmirəm. 1-in üstünə 16 gəlirəm. Ondan çıxıram 13-ə. 17, 13, 4. Bu da 11 qalar. 11-dən də 11 çıxa bilirəm. Vəssalam, təqdir. Heç də qalmadı da yəni. 0. Aydındır? 45 qaldı. Böyle. Birini də yazım, siz çıxın. DB2-dən AYF çıxaq. Buyurun uşaq. Buyurun. Bir sev. Kim çıxa bilmədi bunu? Müəllim 2 S3 eləyir. 2C3. Hı. Bəli, mən də 2 tapdım. Baxaq. 2-nin üstünə Mən iki- gəldim 16-nı. Çıxdıq 15'i. 18-dən 15 3. Bu 10. Onun üstünə 16. Onun üstünə Çıxır gəldim 14'ü. 16, çıxdım 14'ü. 12. Yəni C. 13-dən də 10 13 deyil, 12 də artıq. 12-dən də 10 çıxanda 2 C çalanlar düzəldi. Bəli. Kim ala bilmədi? Müəllim mən də elə tapmışam. Yəni Aldım. alamadın. Aldım hemen ben dedim. Vaqif alamadın. Almışdım ben. Nuraddin sən. Mən demişdim mən. Demiş. Qədir sən. Almışdım ben. İbrahim sən səsin gəlmir. Buradasan. Bəli, müəllim buradayam. Niyə səsin gəlmirsən? Yazanmırsan sən? Yo, yazıram. Niyə səsin gəlmir? Axı sən həmişə aktiv olursan. Bir dəfə müəllim sakitliyi seçirəm. Məsləhət özündür. Sonra kimin adını çəkmədim, sonra inciyəli deyər mən demədim. Əhməd sən nə tələ ala bildin? Bəli, müəllim aldım. Zəhra Biraz sən. İndi gəlin birində 9-luqda yazaq. 732-dən 286 çıxın, zəhmət olmasın. Buyurun.
435. 435. 435. 435. Sayılmaz Hər kəs 9 oldu. 16. 435 məndə mən. Bəli. Bəli. 2-nin üstünə 9 gəlirsiz nə gəlib 6 qədər? çıxır. Əsası qədər. 9 gəlib 6 çıxır. 11-dən 6 çıxanda 5. Gözəl. Bu artıq 2 qaldı. Yenə də 2-nin üstünə 9 gəlib 8 çıxırsınız. Qalır 3. 6-dan 6 qaldı 2, 4. 405 alanlar düzaldı. Aydındır? Bəli. Bəli. İndi ən çətin olan, uşaqlara daha doğrusu çətin gələn ikili say sistemidir. Amma mən onun asan yolu deyəcəm, çıxacaqsınız. Əvvəlcə gəlin onluqda çıxar. Bax, təsəvvür edin ki, heç informatika zad öyrənmirik. Riyaziyyatda belə bir məsələni, belə bir çıxma əməliyyatını aparmaq tələb olunur bizdən. 8, 0, 0, 0, 0, 0, 3, 6, 7, 4, 5, 8. Buyurun, necə çıxarsınız? O şey gedir. Çıxa bilərsiniz, çıxa bilməzsiniz. Çıxarıq mən. Çıxarsınız. Bax, bunlar Yəni 2 onluqdur da. Sadə bizim bildiyimiz kimi riyaziyyat əleyhidir. əslində siz nə varsınız? Bir onluğu bu buna verir, bu 7 qalır. Elə edirsiniz də, hə? Bu olur Bəli. 10 Elə Onu mən sizə asan bir yolu deyim. adi riyaziyyatdır. Şu. Aşağılar. Asan yolu deyim. Deyim mən. İlk rəqəmi çıxa bilmədiyimiz rəqəmi say sisteminin əsasına bərabər edirik. Onluq say sisteminin əsası nədir? Onları 9 oldu. Qalanları da say sisteminin ən böyük rəqəminə. Bax, bu qayda budur. 8 də 7. Onu da azaldırıq. Bəli, 10-dan 8, 2, 9-dan 5, 4, 9-dan 4, 5, 9-dan 7, 2, 9-dan 6, 3, 7-dən 3, 4. Bax, belə yadda saxlayın. Ən birinci sıfırı say sisteminin əsasına bərabər edin. Qalan sıfırları say sisteminin ən böyük rəqəminə. Biz də istənilən say sisteminin ən böyük rəqəmini tayin edirik da. Düzdür, adından bir vahid çıxmaqla. Məsələn, deyin görümü 6-nı say sisteminin ən böyük rəqəmi neçədir? 5 mən. Bunu bilirdiniz bu qaydanı? Bəli. Bəli. Bilmirdiniz? Bilirdim. Hə. Bilirdim. İndi gəlin bunu başqa say sistemlərə tətbiq edək. Elə təkcə onluqda deyil ki bu. Yazıram ki 6, 0, 0, 0, 0, 0, 0, 3, 2, 5, 4, 7, 3, 6. Say sistemin əsası olsun 8. Hətta burada belə bir şey eləyirəm. Bax, bunu 0 eləyirəm elə. 0 eləyirəm. Buyurun. Baxın, birinci 0-dan 0 çıxa bilirəm axı. Ha, bunu say sistemin əsasına bərabər eləməyin. Çıxa bilməyən deyilik. Burada çıxa bilirsən axı. Hə, burada çıxa bilmirsən. İnan mən 8 yazdım. Bir anda Eləyəcəksiniz. 9. Qalan sıfırları da say sisteminin ən böyük rəqəmi eləyəcəksiniz. Və normal Beş. rəqəmi də bir vahid azaldacaqsınız. 8-dən 3, 5, 7-dən 7, 0, 7-dən 4, 3, 7-dən 5, 2, 7-dən 2, 5, 5-dən 3, 2. Aydındır? Bəli. İndi bunu gəlin biz altılıqda yazaq. D 0 0 0 0 0 0 0 2 A S D Y B F, bu da olsun 0. Aha. Birincini çıxa bilirəm. Əla. Ta bunu say sistemin əsasına da bərabər eləmirəm. Bu sıfırı Mənim için sistemin 16 ən qaldı. böyük rəqəmin Qalanlar da əsasına 16, qalanları da 15. 15, 15, D də 15. mənim şey oldu. Bu da 13 dənə olacaq C. 16-dan 15 1, 15-dən 14 11 4, 15-dən 14 1, 15-dən 13 2, 15-dən 12 3, 15-dən 10 5, 12-dən də 2 10, yəni A. Aydın oldu? Bəli. Kimə aydın olmadı?
Aydın. İndi gəlin bunu kilitə yazaq. 1, 1, 0, 0, 0, 0, 0, 0, 0. Kilitdə 1, 0, 0, 1, 1, 0, 1, 0, 0. Aha. Birincini çıxa bilirəm axı. Onda çıxam. Sıfırdan sıfır çıxanda sıfır qalır da. İlk çıxa bunu da çıxa bilirəm. Bax sıfırdan sıfır da çıxa bilirəm. Burada ilişdim. Burada çıxa bilməm. Deməli bu sıfırı nə eləyəcəm? Say İki. sisteminin əsası. Qalan sıfırları nə eləyəcəm? Say Bir. sisteminin ən böyük rəqəmi. Bu biri də azaltdım sıfır elədim. 2-dən 1 çıxa bilirəm, 1-dən 0 çıxa bilirəm, 1-dən 1 çıxa bilirəm, 1-dən 0 çıxa 1 çıxa bilirəm, 1-dən 0 çıxa bilirəm. Vəssalam. Düzdür? Vəssalam. Aydın oldu? Bəli. Bəli. 1, 1, 1, 0, 0, 0, 0, 0, 0. 1, 0, 0, 1, 0, 1, 1, 0, 1. Çıxın bunu zəhmət olmasa. Yüz, 111. Həkə çıxa bildi? Kim çıxa bilmədi? Uşağı çıxanmadınız. Çıxdım mən. Mən çıxdım. Deməli, buradan çıxa bilmirəm. 2, bunlar da say sisteminin ən böyük rəqəmi, bu da 7. 2-dən 1, 1, 1-dən 0, 1, 1-dən 0, 1-dən 1, 0, 1-dən 1, 0, 1-dən 0, 1, 1-dən 0, 1-dən 1, 0, 0-dan 0 olmaz, 0, bu da 1-dir də, 1-dən 0, 1. Bu cavabı kim alıbsa düz alıb. Belə almış. Belə almış. Mən Ala almışam. bilməyən oldu. Eyvah. Uşaqlar, biz topludan işləməmişik heç. Toplum testlərindən. Hey, Dəmir yemədim biraz. 60 tane. Heç işləməmişik. 60 tane. 60-a qədər getmişik. Onda ev tapşırığı olaraq, yəqin ki, toplum PDF falan atmışam da, hər kəsdə var. İndi gəlin belə eləyək. Bizim say sistemlərindən bir dənə qaldı qüvvətlər, o da biraz uzun söhbətdir. 60-a qədər gəlmişik də, düzdür? 60-dan bunların hamısını biz işləyə bilərik əslində. 60-dan işləyin neçəyə qədər? 90-a qədər. 60-dan 90-a qədər. 30 sual, qalanları da ki, qüvvətli gələn dəfənə aiddir. 30 sual işləyəcəksiniz. Sonra haradasa bir 60 dənə də qalacaq, o da gələn dəfiyə. 60-dan 90-a qədər işləyin topludan. Və gələn dərsimizdə də say sistemləri mövzusunu tutarım. Aydın oldu? Bəli. Nə aydın olmadı? Aydın oldu. Mövzu ilə bağlı kimin qaranlıq nəyə qaldı? Asan dedim mən. Asandır. Tək ki, həmişə asandır olsun. Asan mənim. Əla. Onda bugün sualınız yoxdursa biz sağollaşaq sizlə. Qüvvətləri keçib yormaq istəmirəm sizə. O biraz uzundur. Sağ Siz olun. necə inşallah yorğun başdan alınmayacaq o. Gələn dərsimizdə 6-cı gün saat 9-da qismət olsa keçəcək inşallah. Bəli, müəllim. Sualınız var? Xeyr, müəllim. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun.